40 mindən çox bu rejim insanları qırıb. Özəlliklə də başqa yerlərdə, istər ki, İsfahan, Tehran, Şiraz və farslar çoxunluğu təşkil edən yerlərdə, Tehranda çoxlarını öldürsə də, Azərbaycanda amma adsız sansız öldürüb Azərbaycanda, Təbrizdə və Ərdəbildə, Urumiyədə, bizim şəhərlərdə, anteniya, mediya getməyən, demək ki, adı lisanı olmamış insanları qırıbdır, qızları, oğlanları. Elə bil ki, bəyək Sayın Pənah bəydən söylədilər. Burada bir böyük millətdən söz yox. Və harada qaldı bu 50 milyon deyənlər, bu 40 milyon deyənlər, bu Azərbaycan Türkü, bu millətin varlığından qırırlar, qan axır sokaklarda, qan axır küçələrdə. Nə oldu? Bir dənə quş qondurmazı, bir dənə demək ki, adamı tapmışdınız, bizim prezidentimiz əli qanlıdır, 40 milyonu öldürübdür burada, 40 mini öldürüblər. Ay Pezeşkiyan gəldi, Türkü qutardı, Türk dövləti oldu. Nə Türk dövləti oldu? Bu irticanın demək ki, bir baskısı, bir işğalçı, Fars dövlətçiliğinin irticanı da qucağına almış, möhümatçılığı da. Axı insaf da, ədalət də yaxşı bir şeydir. Hələ bili göz yerində. Bu Azərbaycanlılar, bu Türklər məşrutəçi, parlamançı, cumhuriyyətçi, dünyəviçi olublar bu 100 il içində. Nədir aslanıbsınız bir irticanın qulluğa demək ki, quyruğundan aslanmışdınız. Azərbaycan dövləti gözəl siyasət yürütdü bu son illərdə. İstər İsraillə, istər son zamanlar Amerika ilə, yəni bu alyansla, yəni o Rus orbitindən çıxmağına bugün soruşmaq olar. Nə oldu və bu son günlərdə deyir, Çin gəlir, Rusiya hara gələcəklər? Etin qulağın kimin kəsib yerində oturdub deçinli. Gələcək Amerika belə tədarük görüb ki, hər şey necə lazımdır tədarük görüb. İsrail də ay dönəcək Tehran rejimi ilə Kuzey Koreyadan, Çindən aldığı dəmir dümür ilə Amerikanı vuracaq, ondan sonra da İsraili vuracaq. Elə demək ki, gücü o demək millətlərə çatıbdır, insanlara, cavanlara, qocalara çatıb onları qıra. Qan axır İran adlanan yerdə. Hamı bilir, hani bu ziyalılıq. Elə insanlar belə susub Sayın Pənah bəy dedi. Sayın Pənah bəy, 40 ildir ki, demək ki, bu Azərbaycanın güneyindən olan insanlar, Azərbaycanın muzeyində və Azərbaycanın demək ki, və Anadolu'da, Türkiyədə millətim deyirlər. Və o ruh ki gəlmişdi Azərbaycanın muzeyindən, demək ki, açmışdı arazın üzərindən, küreyi solğalamışdı. Bu irticanı qorxuya salmışdı. Bir də əllər namərcəsinə o ruhu öldürməyə çalışdılar. Amma bu günləri axır ki, gəlib baxın görün, demək ki, gecə saatlarından bəri Pəhləvi sülaləsinin ortaya atıldığı o çocuğu ay söküb televizyonları. Televizyonlar xaricdən BBC, İran International, Nəmaybilə, Voice of America, çəkilin şah gəlir. Hara gəlir? Nə şahı? Millətlər var burada. Böyük Azərbaycan, Türk milləti var burada. Başqa millətlər var. Hələ rejimin demək ki, o otorite qoy bir zərrə sınsın. Vururlar indi pastori, yəni mollanın, Seydəlinin, ondan sonra bunun dövlət, qondarma dövlətinin yerlərini vururlar. Dənə-dənə vururlar. Bəli, siz buyurdunuz. Aparıb füzələri gizlədi Təbrizin ətrafında bilərək. Aparıb demək ki, başqa yerlərdə Azərbaycanda və başqa millətlərin içində gizlədi füzələri. Necə füzələri çıxardacaqsan, İsraili vuracaqsan və demək ki, qonşu ölkələri açıqcasına deyirlər, sən 45 ildir deyibsən Amerika, gəlirik, Vaşinqtona da gələcəyik, Ağ evdə namaz qılacaq, filan eləyəcək. İndi Amerika gəldi, çıx qabağa. Niyə millətləri xəşləyirsən? Səni gətirən də, deyən də deyir ki, gəlibdir, vurur da, çıx. Amma məsələ buradadır ki, bu günləri, bu rejimin otoritəsi sınır. Qaçıb gizlənibsiz. Seyid Əli, bədəydin göydən İmam Zaman bizi qoruyacaq. Bədəydin yox, qeybi əllər qoruyacaq. Hardadır o qeybi əllər? Və millətləri, insanları qırıbsınız. Bu gündə bir fürsətdir. 40 il içində bu millətlər, özəlliklə Azərbaycanlılar meydandaydı və vardılar. Gördülər, sizinlə bacarmaq olmur. Siz 2 gün içində, demək ki, bu 1 ay içində 40 mindən çox adamı qırdınız. Mən bunu demirəm, axırcasına Trump ağzı açıldı, konqresdə açıq dedi. Dedi, bunlar 32 bin adam öldürüblər. Bunlar 45 ildə Amerikalı öldürürlər. Bunlar dünyanı ota çəkiblər. Dünyanın terörün başıdırlar bunlar.
Və bu günləri deyir ki, Amerika gəl, İsrail gələcək, qıracaq. İndi deyir ki, Amerika, İsrail səni vuracaq füzələrlə və yaxud nüvə silahı ilə gəlsin də qonşu ölkələri vuracaq. Azərbaycanı vuracaqsan, hə? Azərbaycanda demək ki, Amerikanın, İsrailin səfirlici vuracaqsan. Ankara'da demək ki, gedəcəksən incirici vuracaqsan. Yordaniyanı vuracaqsan. Hər şey tədarük görüblər. Vurarsan vuracaqlar. Ged Azərbaycanı vur, Türkmenistanı vuracaqsan. Elə cəsarətin yoxdur. O demək ki, necə ki şişirdirdilər, ay Sovet İttifaqı gələcək. Aynen diktatorlar və despot ölkələr və diktatoriya demək ki, çulğalanmış ölkələrin hakimi çox olur. Hesab günü gələndə Sisana dönürlər. İndi Sisana dönübsüz. Məsələ budur ki, İran adlanan yerdə yine ona göre dedim bizim devletimiz açık yaxşı güzel siyaset götürdü Azerbaycan'da. Dünyeviçilik, sekularçılık, irticaya karşı, mühimmatçılığa karşı ve belə bir devletlere karşı, belə bir hakimiyetlere karşı. Yani burada ilanın başı Tehran'dadır. Sayın Pənah Bəy bilir. İllərdir biz Azerbaycan'da sığırırdı. Bu irticadır. Bu dağılacaq ya heləsindən ya beləsindən. İndi bu gündə geçen demek ki 5 ay bundan önce 13 günlük demek ki İsrail ile Amerika vuranda gördüler yok. Orada bir şey eskiydi. Gittiler evin zindanında vurdular. İrticati halk mücahitleri. Demek ki üzden Irak, tırnak arası şahsılar dediler gedin vurun İsrail zindanı vursunuz milletler meydanda olacak. Hele değil. Milletler, insanlar öz istəkləri esasında aş isteği, iş isteği, çörək isteği, azadlık isteği, demokrasi isteği, azad devlet istəyir, millətlər çıxdı və sonra Amerikası gördü, ha, indi zur gəlir. İndi millətlər meydandadır, baxın görün. 40 bin adamı öldürdü, elə bildi, qorxutdu. Amma ne oldu sonra? Millətlər məzarlıqda getdilər, bayram tutdular, halay çəkdilər. Sonra öğrenciler üniversitelərdə qalxdılar ayağa. Kimsə də qorxmur, qorxu tökülüb. Hansı formada güllə vursan vur, üzbəyiz bu bir savaşdır. Ona göre de İndiki saat bakı Amerikadan, İsrail'den, İsrail'de oturup gözlemeyəcəkdi ki, İsrail gözləyəcək, İsrail bəli gözləyirdi ki, demək ki, Gerald Ford gələ Hayfada dayana və demək ki, qorumağı, demək ki, oradan o füzələrlə qoruya İsraili və dünən axşam da gəldi, yetişdi. Hamı da bilirdi ki, o əsas saat gəlib yetişib. Yəni deyirlər, Tehran rejimi füzələrlə vuracaq. Hansı füzələrlə vuracaqsan? Sənin leyserdən hamısını endirəcək aşağı. Amerika bir uçaklar getirip ki içinde silah yok, tesisat yoktur. Təhsə demək ki, bütün demək her ne vardır Venezuela kimin senin demək ki yerinde her şeyi söndürəcək. Amerika'ya karşı çıxa biləcəksən. Çıxa bilməyəcəksən. Məsələ budur. Hatta o zamanda Sayın Heydər bəy, o zaman da o oktyabrın 7'sinden sonra elə sizin tribunadan da ve bizim öz təşkilatın tribunasından deyir ki, bu İsrail'le bacara bilməyəcəyiz. Elə bilirdilər biz İsrail'in aşığı, göz qaşına aşığı. Elə deyir, aşığı deyirdi. Gerçəkli başka bir şeydi. İsrail'in düşmanı da deyir. Yahud millətinin de başka bir milletlerinde. Ama geldi İsrail 70 bin nəfəri öldürdü. Gedin vurun, öldürün Azerbaycan. Sen de gel da. Sen de hara gelirdi Azerbaycan, ay Filistin belə oldu. O da indi Filistin getdi, o da İrəvanda səfirligini açtı. Bu Əbu Mədən, Əbu Abbas, o Yasir Ərəfat böyük Ermənistan istəyirdilər. Azerbaycan devletinin o düzgün siyasetini, yürütücü siyaseti kimseler sığırdılar, hayküye götürürdüler. Bu günleri bu bölgenin kurtarması için ister İsrail'in eliyle olsun, ister Amerikan, amma esas milletlerdir. Sayın Pənah Bəy'in o sözüne qayıdıram. 40 milyon değiller Azerbaycan Türk'ü. Ben dedim ki dəfələrlə, dünən də başka bir televizyonda söyledim. Dəfələrlə İlham Əliyevə qarşı hansı çevrilişlər, hansı rusofillik, İranofillik, mallacığazlıq, yola salsaz, ay çevriliş eləyəri filan. Amma İlham Əliyev elə yine çıxıb deyəcək 50 milyon. 50 milyon. Çilə də deyir 50 milyon. 50 milyondur. Güya da gösteriyoruz, yerə deyirsiniz. Ve bu günler bu Azerbaycan'ın güneyinde bu 40 milyon bu millet, eğer bir şey bu milletsiz çözülseydi, milletlersiz bu 40 senesi 100 senesinde çözülerdi de çözülmeyip. Kapıdan kovalayırsan bu şahsı deyilenleri, pencereden kovalayırsan kapıdan girir. Kapıdan girse gidip bacadan gelir. Hadi senin dedeni de atanı da iç gününde sürdüler apardılar bu milletler kovaladı. Şimdi atanı gelin ben şaham. O birisi gelip deyir ki ben de mücahidem gelmişem demek ki filan eləyəm. Sen kimsen terörist? Sen nesin? Burada böyük bir milletin adı çəkilmir. Ona göre de biz deyirik ey Trump, ey Cenab-ı Trump. Burada milletler var. Hak var, adalet var. Bu millet demokrasi, azadlık, sekularçılık her şey isteyir. Amerika'da bu biz o demek ki dəstənin içindeyiz.
Sayın Əbülfəz Elçibəy də bizim dövlət başçıları da hər zaman deyiblər. Sayın İlham Əliyev də biz bu alyanslıyıq. Demək ki, Rusiya non çıxarırsa çıxarsın. Qafqazlarda filanda hər nə desələr də biz bu alyanslıyıq və bu günlərdə zaman da bu millətlərin xeyrinə qutarıbdır. Ay kimsələr çıxacaq deyəcək ki, dəstə qeybi. O demək ki, qeyblərdən əllər gələcək, Tehranı qoruyacaq. Tehranı, Zeydəli Xameneyini qoruyan yoxdur, ola bilməyəcək. Bunlar 1500 sonra gəliblər. Geridə qalıblar. O 1500 bundan qabaqçı bir dövrünə adamları ola bilərdilər. İslam dünyasını parçalayıblar. Bir dənə farsı şiəsilik gətirməklə